Əməllərimiz və davranışlarımız başqalarının bayram sevincinə, istirahətinə mane törətməməlidir. Necə ki, yaşayış yerlərində, xüsusilə də çoxmənzilli binaların həyətində pirotexniki vasitələrdən istifadə insanların haqlı narazılığına səbəb olur. Bu vasitələr əsasən yetkinlik yaşına çatmayan və azyaşlılar tərəfindən istifadə edilir və əksər hallarda bədbəxt hadisələrə də səbəb ola bilir. Qanuna nəzər salsaq, pirotexniki, eləcə də yüksək səs yayıcı qabiliyyətə malik tezalışan və partlayıcı vasitələr mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib və satışı qadağandır. Aşkar olunduğu təqdirdə isə satışı dayandırılır, həmin şəxslər barəsində qanuna uyğun tədbirlər görülür. Əziz vətəndaşlar, təhlükəsizlik standartlarına cavab verməyən bu məmulatlar insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, tezalışan maddə olduqları üçün ətrafa da ciddi ziyan vura bilər. Ona görə də gəlin məsuliyyətli davranışımızla örnək olaq. Bayramımızın təhlükəsiz şəraitdə keçməsi üçün hamılıqla qaydalara əməl edək.